Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda şəhid bacısının şikayətinin əsasında bir deyilən ərazideyiz. Xanım, buyurun, adınızı, soyadınızı deyin. Məhbubə Zamanovadır, Antalyam. Mənim problemim ondan ibarətdir ki, bu ərazi mənə aid olduğu halda qonşularım hər dəfə mən bura gələndə problem yaşadır mənə ki, yolunuzu dar edirsiniz. Hansı ki, gördüyünüz bu yol, gördüyünüz bu yol normal bir vəziyyətdə olan yoldur. Bu ərazi tam vermişəm onlara. Və bu ərazidən onlar məmnun, bəli, yol buradır. Yoldan məmnun olmayaraq bir metrdə bəli. Bura mənim yolumdur və onlar məmnun deyirlər. Yolumuzu dar eləyirsiniz. Siz 1 metrdə aşağı düşməsiniz və 1 metr aşağı düşdüyüm halda mən yaşamaq üçün gətirdiyim bu vaqonu mən o birisi qonşunun həyətinə keçirmək məcburiyyətində qalıram və o birisi qonşuyla da sıxıntı yaranır mənə. Mən xahiş edirəm ki, bu işdə mənə aidiyyatı orqanlar köməklik eləsinlər, yardım eləsinlər. Bir şəhid bacısı kimi mən xahiş edirəm sizdən. Vaqon 2019-cu ilin sentyabr ayından buradadır və mən bunu yaşamaq üçün yararlı vəziyyətə gətirməyə imkanım olmayıb. Hal-hazırda yəni biraz burada düzəliş eləmək istəyirəm ki, yaşamaq üçün. Və bu insanlar, qonşular mənə mane törədirlər. Xahiş edirəm. Ancaq yolum balacadır, yolu buradan çək, sən bunu buradan götür, biz yolumuz geniş olsun. Bunlar magistral yoldur, yəqin nəzərdə tutulur. Versən, bu vaqon çıxmalıdır, bu birisi qonşunun həyətinə, sonra bu birisi qonşuyla da məndə problem yaranır. O qonşular o bir tərəfdən gəlirlər küçədən. Aidiyyəti olmasa da belə, yenə özlərini müdaxilə edirlər bura. Aidiyyəti olmasa belə. Mən aidiyyəti orqanlardan xahiş edirəm, mənə köməklik eləsinlər bu işdə. Çox xahiş edirəm. Hara müraciət eləmişsiniz? Mən 102-yə müraciət eləmişəm, bir də bələdiyyəyə müraciət eləmişəm. Çox xahiş edirəm, mənim səsimə səs versinlər. İndi bələdiyyəyə, keçmiş bələdiyyəyə Kamal müəllimə zəng vurdu, dedi ki, neçə müddətdir torpaq xanımdadır. Mən yaşım aylarda pensiya çıxıb, indi bizi yönəltib Nailə xanıma, biz Nailə xanıma müraciət edəcək yenidən. Yəqin ki, lazım olurlar, lazım yoxlar. İndi 102 xidmətinizə zərbələmişsiniz. Bəli, 102-də gəlirlər, aydınlaşdırarıq və mən çox xahiş edirəm ki, mənə köməklik eləsinlər bu işdə. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Hanım, sizin şəhid hansı bölgənin şəhididir? Ağdam şəhərində vuruşub, Ağdamda Qarqar çayı ətrafında şəhid olub. Hal-hazırda 30 ildir biz onun cənazəsini də görməmişik. Hələ də axtarışdadır bu adam. Yəni heç onun qəbri də yoxdur, məzarı da yoxdur. Üstəgəl də bu şəxslər təhqir eləyəndə onda mən bu dünyada özümə yer tapa bilmirəm. Hüquqlarım tapdalanır. Ondan sonra qardaşımın ruhunu təhqir edirlər söyüşlə, əxlaqsız sözlərlə və o mənə çox ağır bir zərbədir də, yəni çox ağır mənə, onsuz da itki zərbədir. Plus da bunlar belə eləyəndə çox mənə mənəvi sarsıdıcı bir udar yəni mənə verirlər. Bunlar aidiyyəti orqanlar hamının şahidi olduğu kimi mənim də qardaşımın ruhu müqəddəsdir. Hamıya, ölənlərə, şəhidlərə Allah rəhmət eləsin. Onların valideynləri yaşayırsa onlara can sağlığı, uzun ömür. Biz şəhidlərin yəni sayəsində bugün də bizim xalqımız dinc və sosial şəkildə rahat, rifah halında rahat onlar yaşayırlar. Hər bir kəs rahat yaşayır. Heç məzarı da yoxdur mənim qardaşıma, amma təhqir olunanda daha dözülməz olur. Valideynlərim də rəhmətə gedib, Allah rəhmət eləsin onlara da. Allah rəhmət eləsin. Çox sağ olun. Hər şeyə görə. Bizim şəhidimizdir. Hamısı bizimdir. Allah rəhmət eləsin. Bütün şəhidlərimizdir. Qazilərimizə can sağlığı versin. İndi 102 xidmətindən zəvurumuzda gələcəkdir. Belə. Oldu, çox sağ olun. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Biz hal-hazırda Zabrat 1 deyilən ərazidir. Şəhid bacısıdır, bizi dəvət edib, kanalımıza müraciət edib, daha doğrusu. Xanım, adınızı, soyadınızı deyin, zəhmət olmasa. Adım Zamanova Məhbubə. Özüm də şəhid bacısıyam.